İmam Şafii deyir ki, rahiməhullah, insanların ən ağıllarından da o kəslərdir ki, qəbrinə getməmişdən əvvəl qəbrini nurlandırır. Nə deməkdir bu, dəyərli qardaşlar? O qaranlıq, zülmət olan çuxur üçün, qəbir üçün salih əməllər edir. Xoş o insanın halına ki, salih əməllər edir və salih əməlləri ilə qəbrini nurlandırır və qəbrini genişləndirir. Muhammed sallallahu aleyhi və səlləm hədisdədir ki, Adəm evladı dəfn olunanda, qəbrinə dəfn olunub, İnsanlar ondan ayrılıb gedəndə, ən axırıncı insan gedəndən sonra Allah da ona iki dənə mələk göndərir. Gəlib onu durğuzub otururlar və ona suallar verirlər. Rəbbin kimdir? Dinin nədir? Sənə göndərilmiş o kişi kimdir? Yəni Muhammed sallallahu aleyhi və səlləm haqqında. Desə ki, Rəbbim Allahdır, dinim İslamdır, Peyğəmbərim Muhammed sallallahu aleyhi və səlləmdir. Allah Taala nə deyəcək? Ən sadaqa abdi. Qulum doğru dedi. Fəftəhu lehu bəbən iləl cənnə. Onun üçün cənnətə bir qapı açın.